Hər vaxtınız xeyir. Bugün Xalqın Gündəmi rubrikasında Brüsselin İrəvana ayırdığı yaşayış minimumu məqaləsinin icmalını təqdim edəcəyik. Məqalənin müəllifi Tacir Sadıqovdur. Müəllifin təhlilinə görə Avropa Komissiyası tərəfindən Ermənistana ayrılmış 202,5 milyon avroluq maliyyə paketi iqtisadi islahatlara dəstək kimi təqdim olunsa da, əslində Brüsselin İrəvanı Moskvanın orbitində saxlamaq risklərini minimuma endirmək cəhdidir. 2013-cü ilin 3 sentyabr qərarı ilə Ermənistanın son anda Avropa istiqamətindən imtina edib Avrasiya İqtisadi İttifaqı xəttini seçməsi Qərb üçün ciddi etimad böhranı yaratmışdı. Bu səbəbdən Brüssel indi eyni ssenarinin təkrarlanmaması üçün maliyyə rıçaqlarını işə salır. Ermənistanın Avrasiya İqtisadi İttifaqından qəfil ayrılması iqtisadi baxımdan risklidir, xüsusilə də Rusiyadan ucuz qaz asılılığı və geniş ticarət dövriyyəsi fonunda. Müəllif onu da qeyd edir ki, Brüssel baş nazir Nikol Paşinyanın sülh kəsişməsi təşəbbüsünü özünün Global Gateway strategiyasına inteqrasiya etməyə çalışır. Vaşinqtonda razılaşdırılan trip marşrutu təşəbbüsü də regionun logistikasında ABŞ-ın iştirakını gücləndirir və Ermənistanı yeni nəqliyyat qovşağına çevirmək iddiası daşıyır. Lakin bunun üçün Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması və yekun sülh razılaşması əsas şərt kimi göstərilir. Tacir Sadıqov hesab edir ki, Qərbin Ermənistana yanaşması strateji tərəfdaşlıqdan daha çox geosiyasi alət məntiqinə əsaslanır. Ötən il Ermənistan-Rusiya ticarət dövriyyəsinin 14 milyard dollara çatması fonunda 202,5 milyon avroluq paket minimum təhlükəsizlik yastığı təsiri bağışlayır və Avrasiya məkanında əldə olunan iqtisadi dividendləri əvəz etmək gücündə deyil. Ermənistanın real çıxış yolu Brüssel dəhlizlərində yox, region ölkələri Azərbaycan və Türkiyə ilə birbaşa və ədalətli dialoqdur. Əks halda ölkə qlobal güclərin toqquşduğu boz zonada manevr edərkən ya regional nəqliyyat mərkəzinə çevriləcək, ya da Suksvank vəziyyətinə düşəcək. Gündəm dəyişir, suallar artır, cavablar axtarılır. Həqiqətin izi ilə yenidən görüşmək ümidi ilə bizi izləməyi unutmayın.